Nigar, neylədin sən? Vatandaş gözdən keçmək olmaz. Arkadaş, bura mənim evimdə. Yoldaşım oğlum içərdədir. Buraxın keçim. Yaxşı, keç. Ben hiç ne bilmirəm. Ben çıktım. Gördüm ki Sevda Ne oldu? Mehdi Bey, salam. Salam. Siz de burada olmusunuz? Yox, mən elə indi gəlmişəm. Belki uşaq olur otağa keçsin. Yo, mən içeri getmirəm. Tamam, sakit ol. Narahat ol, sakit ol. ne oldu? Telefona cavab vermir. Ne olsun? Nə olsun deyə də ki, narahat qalıram axı. Səhərdən yığıram, qız cavab vermir. Bu dəqiqə yığdın ki. Uf, hay Allah. Kimə gəlib bunlar belə? Nigar gün qapısına gəlib elə bil. Nə olub görəsən? Yo, mən gərək gedim ora. Mən də gəlirəm. Sən qal burada. Yox, gəlirəm. Ayşe apar beni. Ata ne aparmak ister anamı? Anam eşlerime iyi bakın değil mi? Ne ata? Apar beni anamı. Ayşe apar beni. Anar mənə xəyanət eləyəndə elə bildim başıma bundan böyük faciə gələ bilməz. Amma ondan sonra həyatımda ən ağır, ən qara, ən kabuslu bir dönəm başladı. Anam eşlerime iyi. Anamın günahı yoktu.
Nigar! Anar! Anar ne olub? Ne baş Leyla verir? sakit ol Leyla. Xahiş ederim sakit ol. Nigar! Nigar ne olub? Ana. Yok, yok aparmayın ama. Karşı aparmayın. Aparmayın, karşı yere. Ana, aparmayın ama. Karşı yere. Atadıran aparmıyorsunlar. Anamın gibi yok da aparmayın. Karşı yere aparmayın. Atadıran aparmıyorsunlar. Karşı yere. Ne olur aparmayın. Aparmayın karşı yere. Aparmayın ama. Karşı yere aparmayın. Aparmayın karşı yere aparmayın. Aparmayın adamı. Anamı çarpın aparmayın. Hemen yanında yap sakitleş Murat. Yine aparmasın. Karşı yere. Aparmayın adamı karşı yere. Aparmayın. Aparmayın anam. Anam eşyalarını anam yıkar yok da aparmayın. Anam aparmayın. Anar ne baş verir? Niye apardılar Nigar'ı? Ne olub? Anar sen nənəm ne olub? Sevda. Ne Sevda? Sevda. Sevda ölüb Leyla. Ne? Ne danışırsan? Necə yəni ölüb? Anar! Gəlib Nigarın yanına. Evdən çıxanda kimsə həyətdə vurub öldürüb. Nigar da çıxanda görüb. Nigar'ı niye aparıblar? Anar ne olur? Leyla şüphəli kimi. Murat oğlum görmə deyəm. Bax sakitləş. Sən bu gecə bizdə qal, yaxşı? Get bu gecə bizdə qal, mən ananın yanına getməliyəm bölməyə. Bax sənə söz verirəm, ananı oradan çıxaracağım, yaxşı? Bax sənə söz verirəm Murat. Ata karşı yere. Anamı çıkardı oradan. Dedim sənə söz verirəm, ananı oradan çıxaracağım. Leyla, səndən xahiş edirəm. Murat apar bizə qalsın bizdə, yaxşı? Narahat Mən bölməyə getməliyəm, Nigarı tək qoymayım orada. Olar. Əlbəttə. Asel. Anar dedi ki Murat bugün burada kalsın. Hə, qalsın, problem yoxdur. Murat, geç otağa. Rahat ol. Rahat ol.
Ne oldu bak? Ne baş verib? Niye onun üzü o gündeydi? Aysel, elə şeylər olub ki, aləm dəyib bir-birinə. Ne oldu? Sevda... Sevda ölüb. Ne? Ölüb nedir? Ola bilmez. Gün orta buradaydı. Nigar gele gele. Nigarın həyətində ölü tapılıb. Sen ne danışırsan? Nigarı aparıblar polis bölməsinə. Nə vaxt oradan buraxacaqlarını bilmirəm. Ona görə də Anar dedi ki, uşaq hələ ki burada qalsın. Kalsın problem değil. Kalsın. Yaxşı, mən gedim. Sən canım uşaqdan müğayət ol, yaxşı? Sənə əmanətdir. Narahat olma git. Narahat olma. Sənə əmanətdir. Neyse lazım olsa de. Yaxşı. Çox sağ ol. Aysel, Yazık dayım. ne? Murad niye gelip kim getirip onu? Niye bu gündədir o uşaq? Üzündə rəng yoxdur ya. Ne olub? Şok dayım. Niye? Güzdem. Bu neydi? Başa düşmədim. Gel bura görüm, ne olub? Şok dayım. Niye? Gel bura görüm. Aysel, ne olub? Mama ben şoktayım. Niye? Aysel özüvə gəl de görüm ne olub. Qorxudursan axı məni. Sevdanı öldürüblər. Ne? Ha, Sevda ölüb. Ay Allah. Nigarın həyətində tapıblar onu. Nigar da polis aparıb. Kim öldürməlidir ki o kızı? Kimə lazımdır ki onun ölümü başa düşmədim. Niye öldürsünlər ki o yazığı? Bilmirəm, heç də bilmirəm. Leyla gəldi dedi ki, Nigarın həyətində Sevdanı öldürüblər. Polis də Nigarı aparıb. Heç də bilmirəm, başa düşə bilmirəm. Hələ şokdayım. Ha, bir şey bu qalmışdı. Bu neydi? Ne dedin sen? Danışın da niye sursuz? Mən Ayşe sen ne dedin? Dedin ki... Nigar'ın evin həyətində Sevdan meydin tapıblar. Vüqar, dayı, sen gel otur divanda, gel bura. Bir dakika gözle Sev. Bir dakika gözle. Danış da Aysel. Danış da ne dedin axı sen? Sevda ölüb. Nigarın həyətində onun ölüsünü tapıblar. Nigar da polis aparıb. Ama sen sakit dur. Vüqar, xahiş edirəm. Vüqar, özüvə gəl. Dayı, Bir dakika. Hə. Sakit ol, ne olur. sakitleş. Sen su getir, su getir. Dayı, Lazım değil. Vüqar, Ben ne olur. gitmeliyim. Ara, əldə xahiş edirəm. Sevilmen Hiç yere gitmeliyim. Ben gitmeyeceğiz. gidip bilmeliyim ne olur. heç yere getməyəcəksən Vüqar. Sevil. Xahiş edirəm. Sen gel Sevil, otur, mən bir getməliyim. sakitleş biraz. Gitmeliyim. Bura gel. Hara gedirsən? Dayı.
Nigar. Sevda. Nigar ne olub Sevda? Sevda deyəsən. Yıxılıb başı partlayıb. Nigar. Təcil yardıma zəng Nigar sakit ol. Nigar. Ana. Nigar sakitləş. Tez təcil yardıma zəng elə ana. Nigar sakit ol. Nigar sakit ol. Özünə gəl. Nigar sakitləş. Sevda yıxılıb başı partlayıb. Nigar sakitləş. Nigar bir dəqiqə sakit ol. Nigar sakit ol deyirəm sənə. Nigar sakit. Sakit. Nigar. Nigar sakit. Mesele çekti sandı. Ne olur aparmayın anamı. Kaç yere aparmayın. Murat sakit ol oğlum. Ata ne aparmak ister anamı? Murat sakin ol. Anam eşlerime iyi bakın değil mi? Ne ata? Yaxşı Murat anan orada qalmayacaq. Hiçbir günahın yoxdur oğlum. Aparmayın anamı. Kaç yere aparmayın. Murat xahiş edirəm səndən sakitləş. Murat. Ata dilen de aparmazlar da anamı. Kaç yere anam eşlerime iyi. Murat anan orada qalmayacaq. Sakit ol. Kaç yere aparmayın. Ne olur aparmayın anamı. Anam eşlerime iyi. Anamın günahı yoktu aparmayın. Nigar ne olub? Nigar! Anar ne olub? Ne baş Sakit verir? ol. Eyvah xahiş edirəm sakit ol. Nigar ne olub? Ana. Murat oğlum. Başınıza gelenleri bildim. Biraz sabırlı ol. Yaxşı, temkinli ol. Her şey düzelecek. Anana göre narahat olma. Günahsızlığı sübut olacak. Durup geleceği eve. Bilirəm, Sevda xalanı çox istəyirdi. Mən də pis oldum. Cavandı. Tez getdi. Allah rəhmət eləsin. Həyatdır da. Hərə bir bəhanə ilə gedir. Neyləmək olar? Sən belə burada oturma. Eşidirsən məni? Aşağıda yemək hazırlatmışam. Dur gəl yeməyi. İstemiyorum. İstemiyorum. Yaxşı, açan üstəsən deyərsən mənə, yaxşı?
Anaya görə də narahat olma. Günahsızdırsa tez buraxacaqlar. Lap tez. Anamın günahı yoxdur. Bilirim. Bilirim Murad. Ha, Aysel. Gəlmirsən? Aysel, mən polis bölməsindəyəm, gözləyirəm. Anar, çıx, gəl evə. Sənin orada olmağının heç bir mənası yoxdur. Aysel, bax, səndən xahiş edirəm, indi yeri deyil. Sənə deyirəm ki, mən burada olmalıyam, başa düş məni. Evə gələrəm, danışarıq. Anar, Muraddan müğayət ol. Oradadır. oradadır. Nigara keşik çəkir. Deyirəm ona dur gəl evə. Deyir mən burada olmalıyam. Heç sözümə də qulaq asmadı, ad boy verdi qulağıma. Necə düşüb Nigarın dalınca? Görecek günlərimiz varmış. Allah bile elə sevdandı Nigarı öldürüb. Allah qurban olub, nə bilim. Bəlkə də belə yaxşıdır. İstəmirdim qardaşımdan sevda münasibətləri alınsın. Məlum olsa ki, Sevdanı Nigar öldürüb, heç təəccüblənmirəm. O qədər mundar, o qədər tərbiyəsiz, o qədər əxlaqsız insandır ki, bu Nigar. Zəhləm getmiş. Aysel! Anam hakkında düzgün danış. Ahlaksız da sensen, terbiyesiz de sensen. İşte! Kudurma! Yumursun, yumursun, yumursun. Murad. Murat, sakit ol Murat. Sakit ol. Murat, Murat. Görürsən, senin başın xarabdır. İndi 100% kaçacaq evdən. Murat! Ay sen! Bu suyu iç biraz özle gelirsin. Çok sağ ol. Əvvəlcəsindən danışmaq istəyirəm, əgər vaxtınız varsa. Əlbəttə, buyurun. Necəsən Sevda? Yaxşıyam, sən necəsən? Belə də. Salam. Salam. Bizim yaxın dostumuzdur Leyla. Sevil xanımın qardaşı Vüqar. Aa, şad oldum. Mən də. Bu vəkillə adı nə idi onun? Vüqar. Hə, Vüqarla. Aranızda nəsə var? Yox. Onda belə çıxır ki, səni nerede oynamağa çağırır, hə? Bilmirəm niyə çağırıb. Girib baxacağam ki, nəyə görə çağırıb. Onda bir gün xəbəri çıxar. Bayaqdan özümə gələ bilmirəm. Mən də.
görə beynimə sığışdıra bilmirəm. Necə ola bilər belə şey? Necə baş verə bilər belə hadisə? Sevda ben de çok istiyordum. Ama Nigar alıp yazsam gelir. Dayandıramıyor kız işe düştü. Sevda ölmeye bir taraftan, polislerin onu aparmağa bir taraftan. Önce orada bildim. Polisler hələ də Nigarın evindədir. Ben de gittim. Nigarı da aparıblar bölməyə. Zəng elədim Anara. Kim mən də gəlib dedi, ehtiyacı yoxdur. Özü də küçədə qalıb bu gecəni. Yaxşı da ana, sakitleş. Sevdan kimlə nə işi var idi? Kim eləyə bilər ki bunu? Bilmirəm. Bircə bildiyim odur ki, Sevda da aramızda yoxdur. Murat! Ne oldu? Yoktu. Yoxdur, heç yerdə yoxdur. Bəlkə burada harası girib gizlənib. Murat! Ha kız yok diye serden çağırırım. Yoktu burada da. Ay Allah, bu uşaq məni dəli eləyəcək. Düş qabağıma, günah səndədir. Uşaqda nə işin var? Gide göre küçələdir. Yaxşı baxaq. Heç yerdə yoxdur. Allah, bezmişəm mən onun əlindən. Bezmişəm bu dəxlisiz uşağın əlindən. Allah da hara çıxdı getdi. Cəhənnəmin dibinə. O sil. Mən bezmişəm onların əlindən. Hər dəfə belə hərəkət eləyəcək, Anar dalıcan düşəcək. Hər dəfə Nigar nəsə eləyəcək, Anar yenə onun dalıcan düşəcək. Bezmişəm bunların əlindən, bezmişəm. Boğaza yığılmışam. Vəziyyət o deyil. Vəziyyət o deyil. Hələ şillə vurmağı bəstədir bir danışır da. Xalqın uşağına. Çıxdı getdi, hardan tapacaqsan indi onu? Cəhənnəmə getsin. Bəs doktor Asil. Bir olsun, başına bir iş gəldi, nə cavab verəcəksən atasına? Fikirləşməsən bunu? Mən neyniyim, mən nə təklif eləyirsən? Heç nə, Anara zəng eləmək lazımdır. Mən zəng eləyən deyiləm onu. O kız tapa bilmədi də, çıxdıq barədə gördü, yoxdur da gedib. Atasına ne cevap vereceksin sen ha? Zəng elə. Mən zəng eləməyəcəm. Yığırsan özün yığ. Asil, qurban olum sənə, adam ol Ginan. Zəng elə ona. İstəmirəm, yığmayacam. Özün yığ. Nə deyim ona mən? Her şey dəqiq yadınızdadır. Yaxşı fikirləşin. Bəzən insanlar həyəcanlı olanda neysə onudur. Başqa kimsə var idi. Ne yaxşı gəldin. Çox darıxmışdım. Mən də Nigar. Elə bilirəm ki, çoxdandan getmişəm. Çoxdan səni görmürəm. Sevda gəldi bizə. Danışdıq, söhbət elədik. Dedi ki, toyum olacaq. Sonra da çıxdı. Sonra da mən çıxdım. Gördüm ki belə. Sevda. Sevda.
Sevda. Sevda. Sevda. Nigar. Nigar. Sevda. Nigar ne olur Sevda? Anar. Sevda değilsen. Yıkılıp başım arttı. Nigar. Təcil yardıma zəng Nigar elə. sakin ol. Nigar. Ana. Nigar sakitleş. Tez təcil yardıma zəng elə ana. Nigar sakin ol. Nigar sakin ol. Özüne gel. Nigar sakitleş. Sevda yıkılıp başım arttı. Nigar sakitleş. Nigar bir dakika sakin ol. Nigar sakin ol diyorum sana. Nigar sakin. Sakin. Nigar. Nigar sakin. Sakin ol. Sakin ol ben buradayım. Sakin ol. Sakin. Ben buradayım Nigar. Sakin ol. Yaxşı sakin. Sevda qan etirir ana. Nigar Tez təcil yardıma zəng elə Heç ana. ana zəng eləmək lazım deyil. Nigar sakin ol. Nigar hayır. Nigar mənə bak. Nigar. Tamam mı? Bak gören ne diyeyim. Nigar sakin ol. Sen sakin ol. Anar tez ol qan etirir anar. Təcil yardıma zəng elə anar. Anar ne oldu? Anar. Nigar Sevda ölüb. Ben hiç kimi görmemişim. Başka hiç kim yok idi. Niye ağlıyorsunuz ki bir günahınız yoksa? Ben en yakın Rəfiqəmi itirmişim. Özü de belə. Sizi başa düşürəm. Amma istintaq gedir. Biz də hər şey bilməliyik. Yaxşı, deyirsiniz ki, Sevda xanımla uzun illər rəfiq olmusunuz. Sizcə Sevda xanımın bir düşməni var idi. Yəni elə bir düşmən ki, onu qətlə yetirməyə səbəb olsun. Bilirsiniz də, ortalıqda bir qətil var, bir də qatil. Biz də qatili tapmalıyıq. Siz bu işdə bizə kömək eləməlisiniz. Nigar xanım, bunun iki səbəbi var. Birinci səbəb, o hadisə sizdə həyatda baş verib. İkinci səbəb, Sevda xanımı çox yaxşı tanıyırsınız. İndi mənə deyin, sizcə şübhəli bir adam var? Sevda xanımı kim qətlə yetirə bilər? Sevda çox yaxşı insan idi, çox. Ətrafında ona düşman olacaq heç kim yox idi. Heç kimə bir pislik də eləmişdi. Nigar xanım, ailədə, qohumlarda problem olmayıb? Ya da işdə? Yox, heç kimdən işi yox idi. Öz həyatını yaşayırdı. Toy olacaqdı bu yaxınlarda.
dəvətnamə gətirmişdi. Ana bala dayanmadan zəng eləyirlər evlər. Nə oldu, açmır? Açmaz da. Əsas Nigarda axı. Nigar olan yerdə hər şey yadımdan çıxır onun. Sən dəlisən, Nigar vaxtıdır. Ata uşağını bizə etibar eləyib gedib. Gecənin bir vaxtı uşaq evdən qaçıb. Allah eləməmiş, başına bir iş gəlsə nə cavab verəcəksən atasına? Qoy bir də zəng eləyim. Ha Sevi xanım, nə olub? Anar, neynirsən, hardasan? Sevi xanım, dedim axı bölmədəyəm. Nəsə olub? Sənə bir söz demək istəyirəm. Ha, buyurun, eşidirəm sizi, buyurun. Pis bir şey olub. Murad yoxdur. Necə yəni yoxdur? Qaçıb.